Hər kəsə salam uşaqlar, mən adım Fərid. Mən Instagramda, TikTokda, YouTube'da və Telegramda Topasov bloklarının adminiyəm. Bu günlərin bazar günü üçün 16 mart mərs təxminlərini sizlərə təqdim edəcəm. 13 dənə mərs təxmini sizə verəcəm. Bunlar içərisindən siz yenə kombin şəklində 2 dənə, 3 dənə oyun düzəldib yaza bilərsiniz. Və nəzərə çatdırım ki, Telegram kanalımda bu günlərim 2 əmsal paylaşmışam, 3 əmsal paylaşmışam, 5 əmsal paylaşmışam. Yəni bunları görmək üçün aşağıda Telegram kanalı linkini qoyacağam. Daxil ola bilərsiniz. Nəysə, çox vaxtınızı almayacağım bu günlərim. Qısa video olacaq, keçək oyunlara. Birinci oyunumuz Fənərlə Samsun oynayır. Burada keçən oyun Qalatasaray qalib gəldi. Hazırda Qalatasaray ilə Fənər arasında 10 xal fərq var. 10 xal fərq var və 2 oyun əksik var. Məsəl üçün Fenerbahçe 2 oyunda qələbə qazansa, Fənərdə olur xal 67 və Qalatasarayda olur 71. 4 xal fərq olur. Yəni əgər Fenerbahçe çempion olmaq istəyirsə, heç cür halda, yəni xal itirməsi mümkün deyil. Yəni xal itirməsi gözlənilən deyil. Əgər xal itirsə bu oyunların birində, indidən Qalatasaray çempionluğunu təbrik etmək olar. Və Fenerbahçedə keçən oyun Rangersdən çox qəşəng oynadı. Yəni görürük ki, Fenerbahçenin yavaş-yavaş heyəti oturuşur və oyunlarını alındıra bilirlər, qəşəng oynaya bilirlər. Burada Samsun 3-cü yerədir, hamı gözləyir və mən də gözləyirəm. Samsun çətin rəqibdir, o heç. Burada Fenerbahçe buna baxmayaraq bir topla olsa belə Fenerbahçe qələbə gələcək və inanıram buna. Fenerbahçenin qələbəsi 1-0 əmsaldır. Buraya qoyacağım, baxarsınız. İkinci oyunumuz Premier Liqadan davam eləyək. İkinci oyunumuz Tottenham'dan Fulham oynayır. Tottenham keçən oyun 1-ci Avroliqa oyununda azartmalara 1-0 uduzmuşdu. Gəldi keçən oyun 3-1 qələbə qazandı və rahat tutdu. Fulham da öz evində oynayır, yaxşı oynayan klublardan biridir. Hazırda Fulham'in yeri 10-cu yerədir, Tottenham 13-cü yerədir. Məncə burada Tottenham yavaş-yavaş zədəllər geri qayıdır. Tottenham da yaxşı oynamağa başlayır. Tottenham'dan gol gözləyirəm və Fulham'da öz evində olduğuna görə gol gəlməsi gözləniləndir. Gol əmsalı 1.48 əmsaldır. Bura onu da qoyacağım, baxarsınız. Digər oyunumuz Leicester ilə Uniteddir. Leicester keçən həmişə Premier Liqada oynayan klub olub. Sonra keçən il 2-ci liqaya düşmüşdü. Championship düşmüşdü. Championshipdən yenə qalxdı yuxarı. Transferlərlə də heç də başarılı ola bilmədi. United isə yenə United-də yaxşı deyil. Baş məşqçi dəyişir, oyunçular gedir, gəlir, nə qarırlar, heç özləri də bilmirlər. Hazırda pis vəziyyətdədir United-də. 15-ci yerdə United-dir, 19-cu yerdə Leicester-dir. Leicester-in yəni 17-ci yerdə olmalıdır ki, lig düşməsin. Ona baxmayaraq Leicester-in 17 xalı var, 17-ci olan Wolves-in 26 xal var. Arada çox fərq var, 9 xal fərq var. İnanmıram bunda heç nəsə elə bilsin. Leicester yenə 99% lig düşüb və son oyunlarına baxsaq görək ki, son 6 oyunda gol vura bilmirlər. Yəni 6 oyunda gol vura bilmirsə Leicester, demək ki, Leicester-in hücumunda böyük problemləri var. Ən azından United bu Leicester-i udmalıdır. Yəni əmsalı 1.87-dir, bu biraz riskdir. Bunu lap garantiya almaq olar. United-in bərabərlikdən geri ödənişi, yəni United-i garantiləyirik. Bərabərlikdən geri ödənişin əmsalı 1.31-dir. Bunu da bura qoyacağam, baxarsınız. Digər oyunumuz İtaliya liqasına keçək. İtaliya liqasından Venezia ilə Napoli oynayır. Hazırda bu liqada cırışma, yəni konkret cırışma mübarizə gedir. Inter 1-dədir, Napoli 2-dədir, Atalanta 3-dədir. Bu günlərim Inter ilə Atalanta oynayacaq. Bu gün və Napolidə indi Venezia ilə oynayır. Venezia hazırda 19-cu yerədir. Venezia'da mütləq qələbə lazımdır ki, lig düşməsin, amma böyük ehtimal düşüb. Napoli bu oyunu mütləq şəkildə qələbə qazanmalıdır. Niyə? Çünki Inter ilə Atalanta oynayır. Interin xal itirmə ehtimalı yüksəkdir. Belə olduğu təqdirdə Napoli qələbə qazanıb 63 xalla birinci yerə qalxa bilər. Əgər burada Napoli qələbə qazanmasa, bilsin ki, yəni çempionluğu artıq itirdi. Burada mən ona görə tez başlayan oyunda Napolinin qələbəsini düşünürəm. 1.50 əmsalı var. Onu da buraya qoyacağım, baxarsınız. Digər oyunumuz yenə İtaliya liqasından Bologna ilə Lazio oynadı. Burada elə çox danışmağa ehtiyac yoxdur. Bologna-nı mən oyunu çox bəyənirəm. Son illərdə, 2-3 ildə çox qəşəng oyun sərgiləyirlər. Oyunçular yeti satırlar, qəşəng pullar qazanırlar. Oyunlarına baxsaq görək ki, böyük klublar qol vururlar. Burada mən Bologna-dan gol gözləyirəm, Lazio-dan gol gözləyirəm. Ona gol atmadım, lap garanti olsun deyə oyun 1.5 üstü atdım. 1.5 üstün əmsalı 1.32 əmsaldır. Bura qoyacağım, baxarsınız. Yəni sonraki digər oyunumuz Atalanta ilə Inter oynayır. Bax, bu iki klub hazırda eyni gücdədir demək olar. Bir tık Inter güclüdür, amma Atalanta öz evində olması bunu bərabərləşdirir. Əmsallar da eyni açıq qələbələrinə. Inter 1-dədir, Atalanta 3-dədir. Əgər bu oyunda Atalanta qələbə qazansa, 61 xal olur. Atalanta Interlə yeri dəyişir. Napoli bərabər qalsa və ya uçsa, Napoli 1-ə keçir, bərabərə qalsa, xallar hamısının 61 olur və burada qəşəng oyun gözləyə bilərik. Burada Atalanta da tam gücünü qoyacaq ortaya, Inter də tam gücünü qoyacaq ortaya. Çünki hər iki klub üçün çempion olmaq istəyirsə, bu oyun önəmlidir. Burada məncə düşünürəm ki, Inter bir gol vura bilər və bir gol vurub yatacaq müdafiədə. Necə ki, Napoli oyunu kimi.
Oyunu 1-1 gözləyirəm, bərabərlik də gözləyirəm. Dəqiq bərabər yatmaq olar, 1-1 dəqiq hesablatmaq olar. İlk seçimim burada XG düz şanslı, Inter məncə verilməz. 1.39 əmsalı var, buraya qoyacağam. İkinci digər seçimim isə qol-qol əmsalıdır. Qol-qolun əmsalı da 1.64 əmsalıdır. Onu da yenə buraya qoyacağam, baxarsınız. Gələk Fransa liqasına, Fransa liqasının Lig 1-ə. Hazırda gecənin ən son oyunu PSG ilə Marseille oynayır. PSG yəni öncəki illərə baxmış, bu il həqiqətən çox super oynayır. Yəni komanda oturuşu qəşəng oynayır, liqdə də öz sözünü deyir. Baxmayaraq ki, hazırda birinci yerdə 65 xalı var. Ən yaxın rəqibi Marseille-dir. Marseille ilə arasında 16 xal fərq var. İndidən çempionluğunu demək olar bəlli edib. Buna baxmayaraq çempionluğunu bəlli edib öz evində qəşəng oynayacaqlar, moralli oynayacaqlar. Mən burada PSG-nin qələbəsini düşünürəm və qələbəsi inanıram gələcək. 1.42 əmsalı var. Onu da bura qoyacağam, işarlayacağam, baxarsınız. Gələk Almaniya liqasına Bochumdan Frankfurt oyunu. Hazırda əmsalları eyni açıblar demək olar. Bir tık Bochum daha azdır, Frankfurt daha azdır. İlk oyunda baxsaq görərək ki, Frankfurt 7-2 olub. Sonra onu keçsək görərək ki, aralarında son oyunlar 7-2, 1-1, 1-1, 1-1, 3-0, 2-1. Yəni qol-qol gələ biləcək oyunlardır. Bu da Bochumun öz evindədir. Bochumda yəni əvvəlki oyunun acılığını çıxmaq istəyəcək. Frankfurt əvvəlki gücündə deyil, biraz zəifləyib. Amma Avropa liqasında yenə qəşəng oynadılar, ayaqsız keçdilər. Burada mən Frankfurtdan da qol gözləyirəm, Bochumdan da qol gözləyirəm. Oyunun qol-qolu məncə ideal seçimdir. 1.45 əmsalı var. Onu da bura qoyacağam, baxarsınız. Digər oyunumuz gələk Hollandiyaya. Hollandiya liqasına Az Alkmaarla Ajax oynayır. Ajax da biraz morallər düşükdür, çünki Frankfurta ələndilər və birinci yerədilər. Birinci yerdə olmalarına rəğmən PSV-dən 5 xal qabaqdadılar və 5 xal qabaqdadılar və bir oyun əksikdilər. Bu oyun Ajax xal itirə bilər, yenə deyirəm. Ajax görün neçə oyunda qol yemir. 1, 2, 3, 4, 5 oyunda Ajax qol yemir. Son oyunlarında da 1-0, 1-0 oyun gətirir. Bu oyunu hətta uduza da bilər, bərabər də gətirə bilər. Yadınızda qalsın. Çünki Az Alkmaar da həmçinin yaxşı oynayan klublardandır. Bəyənirəm oyununu. Burada mən qonağın bir topunu atmışam. 1.30 əmsalı var. Bura qoyacağam, yuxarı qoyacağam, baxarsınız. Digər oyunumuz İsveçrə liqasındandır. Mən İsveçrə liqasını həmişə dəyərləndirirəm, yazıram və çox super gəlir. Bazenlə Young Boys oynayır, əzəl rəqiblərdir bunlar. Hazırda baxsaq görərik ki, lig sıralamasına baxaq, bir dəqiqə baxmışdım, yadımdan çıxdı. Hazırda Bazel ikinci yerədir, birinci yerlə arasında 2 xal fərq var. Young Boys isə 7-ci yerədir, 40 xalı var. Yəni belə 7-ci yerədir, amma bu klublar arasında heç çox fərq yoxdur. Burada yəni istənilən 2-3 oyundan sonra 7-ci, 6-cı yerdə olan gəlib birinci yerə çıxa bilər. Çünki birinci yerdə olan klubun 13 qələbəsi, 9 bərabəri, 6 məğlubiyyəti var. Yəni bunlar eyni, demək olar ki, bu klublar eyni səviyyədə hamısı oynayan klublardır. Çox fərq yoxdur aralarında. Bunların arasındakı gedən oyunlarda baxsaq görərik ki, qol-qol üst gələn oyunlardır. Burada oyun 1-1-də qala bilər deyə mən oyuna qol-qol atmışam. 1.43 əmsaldır. Bura qoyacağam, baxarsınız. Digər oyunumuz Lugano ilə Veneto oynayır. Lugano, yəni nə deyim, Allah bəlasını versin. Gəldi, birinci oyunu uduzmuşdu konferans liqasında. Gəldi öz evində 2-1 elədi, 3-1 elədi. Gəldi, qırmızı aldı, 3-2 oldu. Getdilər ekstrada birini yedilər 3-3. Sonra gəldi, yenə 4-3 elədi. Penallaşmada gəldi, uduzdu. Yəni nə deyəsən, heç nə. Lugano'da morallar düşükdür, öz evində oynayır. İstəyəcək ki, azarkeşlər qabağında əvvəlki oyunu unutdursun. Veneto'dan da mən qol gözləyirəm. Məncə ən ideal seçim 2.5 üstü, 1.40 əmsalı var. Bura qoyacağam, baxarsınız. Və ən böyük derbilərdən biri olan Celtic'dən Rangers oynayır. Celtic indidən çempiondur. Onlara da baxsaq görək ki, biri Çempionlar Liqasında oynayırdı. Rangers isə Avroliqada oynayır. Celtic həqiqətən çox güclü oynayır, çox qəşəng oynayır. Bu il Rangers'ın arasında fərq yaradıb. Liqdə sıralamaya da baxsaq görək ki, 75 xal Rangers Celtic'dədir, 59 xal Rangers'dadır. Burada çox 16 xal fərq yaradıb. Böyük ehtimal yox, 100% Celtic çempiondur. Amma bu ona baxmayacaq, çünki bu derbidir. Derbidə azarkeşlər qabağında oynayacaq. Burada məncə birinci oyunda da Rangers udmuşdu 3-0. Məncə onun acığı olaraq Celtic öz evində qalib gələcək. 1.54 əmsalı var. Məncə dəyərləndirmək olar. Onu da bura qoyacağam, baxarsınız. Və inanıram ki, bu videoya 100 bəyəni gələcək. Qabaqda ölkələr gəlir, orada da super nəticələr göstərəcək. Hər kəsə uğurlar.